Şəkildə göstərilən çoxalma prosesində yosunun əlverişli şəraitdə gedən proseslərini və ya bu şəraitdə yaranan strukturlarını tapın. Deməli, bu şəraitdə yosunun əlverişli şəraitdə gedən prosesləri hansıdır? Bilirik ki, Ulotrex yosunu çoxalması göstərilib burada. Ulotrex yosunu, yəni bir rəqəmi ilə göstərilən hissə qamet yaradır əlverişsiz şəraitdə. Bizə əlverişli şərait soruşur. Əlverişli şərait yaz vaxtı, deyək ki, yay vaxtı olar. Əlverişsiz payız olar. 1% əlverişsiz şəraitdir. 2 onların birləşməsi, yəni qametlər cüt-cüt birləşməsi göstərilibdir. 3 ziqotun yaranması. Bunlar əlverişsiz şəraitdə yaranırdı. Əlverişli şəraitdə qışı keçirdən ziqot 4 dənə spora bölünürdü. Ona görə də 4 rəqəmi ilə göstərilən hissə əlverişli şərait, yazda olacaq. Ziqot yaranırdı payızda, amma bölünürdü qışı keçirdəndən sonra yazda. Və 5 rəqəmi ilə göstərilən görürük ki, yosunun yaranması prosesi, yəni cücərir, böyüyür, yetkin yosun yaranırdı və 6 rəqəmi də eyni ilə. Deməli, əlverişli şəraitdə yaranan proses 4, 5, 6 kimi olacaqdır.